Xəbər verdiyimiz kimi bu dəqiqələrdə İran ordusuna məxsus Şahid PUAsı Naxçıvan aeroportuna düşüb. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumundan sonra hadisə yenidən lentə alınan fotoları təqdim edirik. Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alır. Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran ərazisindən uçan PUAlardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi dron hücumu ilə bağlı məlumat yayıb. Məlumatda bir ədəd dronun Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər bir dronun isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşdüyü qeyd olunub. Hücum hava limanının binasına zərər dəyməsi və 2 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi Telegram kanallarından birində Naxçıvan hava limanına dron hücumu ilə bağlı paylaşım edilib. Həmin kanal Reuters agentliyinə istinad edərək sanki kənar müşahidəçi kimi Naxçıvanın bombalanması ilə bağlı məlumat paylaşıb. Qeyd edək ki, hazırda İranın hərbi elitası başsızdır və Sepahın əlinə bir fürsət düşüb. Sağa-sola bomba atır. Sepah Türkiyəni, Azərbaycanı və İslam dünyasını İrana qarşı qaldırır. İran ordusuna məxsus Şahid PUAlarının Naxçıvana hücumundan sonra Naxçıvan məktəblərində dərslər dayandırılıb. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Hazırda şagirdlər və müəllimlər təxliyə olunur. İran Azərbaycana Şahid yox, Araş-2 uzaq mənzilli dronlarla hücum edib. Bu barədə Uniyan hərbi mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, Araş-2 dronları 2000 kilometrə qədər uçuş mənzilinə, 260 kiloqrama qədər döyüş başlığına və hava hücumundan müdafiə sistemlərindən yan keçmək qabiliyyətinə malikdir. Naxçıvana hücumu üçün istifadə edilən pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Azərbaycan Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda İran Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazisinə mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq. İran ordusu Təl-Əviv yaxınlığındakı Ben Gurion beynəlxalq hava limanına raket hücumu həyata keçirib. Bu barədə Sepahın açıqlamasında qeyd olunub. İsrail Müdafiə Nazirliyinin binasında və Ben Gurion beynəlxalq hava limanında strateji hədəflərə qarşı HIPSS raketlər və dronlardan istifadə edərək zərbə endirilib. Həmçinin qeyd olunur ki, Sepah artıq bölgədə yerləşdirilən 7 qabaqcıl ABŞ və İsrail radarını məhv edib. İran Bəhreyndə Amazon şirkətinə məxsus data mərkəzinə pilotsuz uçuş aparatı ilə zərbə endirib. Bu barədə yerli media məlumat yayıb. Hücumun nəticələri ilə bağlı informasiya verilmir. İsrail ordusu İranın iri hərbi kompleksinə geniş miqyaslı zərbə endirib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Qeyd olunub ki, kompleksdə İranın əsas güc strukturlarının, o cümlədən Sepah, Kəşfiyyat İdarəsi, Bəsicin, Qüdüs qüvvələri, daxili təhlükəsizlik bölmələri və kiber qoşunların qərargahları yerləşib. Bundan başqa, orada daxili etirazların yatırılmasına və əhaliyə nəzarətə rəhbərlik edən bölmə fəaliyyət göstərib. İranın sağ qalan rəhbərləri ABŞ prezidenti Donald Trump ilə danışıqlardan imtina etdiklərini açıq şəkildə bəyan etsələr də, ABŞ və İsrailin ölkəyə qarşı hücumları başlayandan cəmi bir gün sonra İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları vasitəçilər üzərindən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə münaqişənin dayandırılması şərtlərini müzakirə etməyi təklif edib. Bu barədə The New York Times məlumat yayıb. Nəşrin məlumatına görə
Təklif üçüncü bir ölkənin kəşfiyyat xidməti vasitəsilə ötürülüb. Bu barədə məlumatı Yaxın Şərq rəsmiləri və Qərb ölkələrindən birinin nümayəndələri anonim qalmaq şərti ilə bildiriblər. Belə bir təklif başqa bir sual da doğurur. İsrailin zərbələri nəticəsində rəhbər şəxsləri ardıcıl şəkildə məhv edən və hazırda ciddi xaos yaşayan Tehrandakı hökumət adından ümumiyyətlə hansısa İranlı rəsminin atəşkəs razılaşması əldə etməsi mümkündürmü? Qeyd edək ki, bu xəbər fonunda İran kütləvi informasiya vasitələri bu məlumatın doğru olmadığını, İranın hər hansı bir müraciətinin olmadığını bəyan ediblər. İranlı Ayətullah Abdullah Cavadi Amoli cihadla bağlı fətva verib. Bu barədə İran mətbuatı məlumat yayıb. O, İsraillilərin və ABŞ prezidenti Donald Trumpın qanının tökülməsinin vacibliyini qeyd edib. Bugün gecə ABŞ və İsrail İranın paytaxtı Tehrana ağır hava zərbələri indiriblər. Bu barədə sosial mediada görüntülər yayılıb. İran İsrail Müdafiə Nazirliyinin binasına zərbə indirildiyini iddia edib. Bu barədə Sepah məlumat yayıb. Hadisə ilə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama yaymayıb. AQV-in mətbuat katibi Karolina Livit İranla bağlı sərt açıqlama verib. O bildirib ki, İran hakimiyyəti öz səhvlərini ödəyir. İran rejimi öz hərəkətlərinə görə qanla ödəyir və ABŞ yaxın saatlarda İranın hava məkanı üzərində tam nəzarətə nail olacaq. Onun sözlərinə görə, Amerikalı diplomatlar Tehrana qarşı sanksiyaların mərhələli şəkildə qaldırılmasını təklif ediblər və ABŞ tərəfi mülki nüvə proqramının yaradılmasında investor kimi iştirak etməyə hazır olduğunu qeyd edib. Lakin bunun müqabilində İranın uranın zənginləşdirilməsindən imtina etməsi tələb olunub. Livit vurğulayıb ki, İran bu təklifi qəbul etməyib. O iddia edib ki, Tehranın əsas məqsədi nüvə silahı əldə etmək olub. Ukrayna prezidenti Vladimir Zelenski İrana əks mövqedə dayanaraq Yaxın Şərq ölkələrinə dəstək təkliflərinin hazırlanmasını tapşırıb. O bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ukrayna prezidenti Yaxın Şərqdəki vəziyyətlə bağlı xüsusi iclas keçirdiyini açıqlayıb. Onun sözlərinə görə müzakirələr regiondakı gərginliyin Ukrayna və tərəfdaş ölkələr üçün yarada biləcəyi risklərə, həmçinin Kiyevin Fars körfəzi dövlətlərinə mümkün dəstək imkanlarına həsr olunub. Zelenski vurğulayıb ki, Ukrayna mülki əhalinin qorunmasına, münaqişələrin genişlənməsinin önünün alınmasına və qlobal bazarların sabitləşdirilməsinə töhfə verə bilər.